Salam, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük əziz müəllimlər. Mən Könül Əliyeva, məktəbəqədər müəllim və təlimçi. Bugün sizlərə Howard Gardner nəzəriyyəsinin açar sözlərlə, sadə yollarla izahını verəcəm. İzaha keçməmişdən əvvəl qeyd edim ki, ödənişli şəkildə dərslərimizə qoşulmaq istəyən müəllim və müdavimlər qeyd olunan nömrə ilə 051 717 71 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Dərslərimizə kimlər qoşula bilər? Məktəbəqədər MİQ və sertifikasiya imtahanına hazırlaşan tərbiyəçi müəllimlər. İndi isə gəlin Howard Gardner nəzəriyyəsinin izahına keçək. Demək, Howard Gardner tərəfindən irəli sürülən çoxşaxəli intellekt nəzəriyyəsinə görə insanın intellekti yalnız bir sahə ilə ölçülmür. Hər bir insan müxtəlif qabiliyyətlərə malikdir və bu qabiliyyətlər fərqli intellekt növlərində özünü göstərir. Yəni, bütün uşaqlar eyni üsulla öyrənmir və buna görə də təlim prosesində müxtəlif metod və fəaliyyətlərdən istifadə etmək vacibdir. Yəni, məktəbəqədər təhsildə müəllim, oyun fəaliyyəti olsun, musiqi olsun, qrup fəaliyyəti olsun, yaradıcılıq, rəsm olsun. Yəni, bu kimi fəaliyyətlərlə uşaqların həm idraki, həm sosial, həm emosional, yaradıcı inkişafını təmin edir və onların potensialını üzə çıxartmağa kömək edir. Qeyd elədiyimiz kimi, bu üsul xüsusilə məktəbəqədər təhsildə böyük əhəmiyyət daşıyır, çünki uşaqların hər biri fərqli üsulla öyrənir və müxtəlif fəaliyyətlərdə öz bacarıqlarını göstərirlər. Ekranda da gördüyünüz kimi Howard Gardner intellekt növlərini 8 intellekt qeyd etmişdi. Verbal lingvistik, məntiqi riyazi, məkan vizual, bədən kinestetik, musiqi ritmik, şəxslər arası, fərd daxili və naturalist intellekt növləri. Ekranda da gördüyünüz kimi, bax, burada hər bir intellekt növü açar sözlərlə qeyd olunmuşdu. Bu da sizin mövzunu asan mənimsəməni və yadda qalmasına istinad edir. Başlayaq verbal lingvistik intellekt. Bu intellektə malik olan insanlar ünsiyyətdə fəal olur. Fikrini aydın ifadə edir. Söz ehtiyatları zəngin olur. Onlar oxumağı, yazmağı, hekayə, şeir, danışmağı sevirlər. Bu qabiliyyətə əsasən əzmənlə yazıçılardır, jurnalistlərdir, aparıcılar, müəllimlər də daha çox inkişaf etmiş olur. Demək, qeyd elədiyimiz kimi, əsas açar sözümüz danışıq, söz ehtiyatı, oxuma, yazma, ünsiyyət, hekayə danışmaq. Belə uşaqlar tez-tez sual verir, nağıl və hekayələri maraqla dinləyir, öz fikirlərini sözlə ifadə etməyə çalışırlar. Məsələn, nümunə də qeyd edək ki, daha yaxşı yadınızda qalsın. Uşaq müəllimin danışdığı nağıl davam etdirir, şeir söyləyir və ya öyrəndiyini sözlərlə, cümlələrlə ifadə edir. Yəni, əziz müəllimlər, öyrənmə üsulları oxuyaraq, dinləyərək, qeydlər apararaq daha yaxşı öyrənirlər. Bura yazıçılardır, jurnalistlərdir, müəllimlərdir, daha sonra hüquqşünaslardır, natiqlərdir ki, bu növünə, yəni intellekt növünə uyğundurlar. Məntiqi riyazi intellekt. Howard Gardnerin nəzəriyyəsinə görə, bax, burada ədədlərlə işləmək, abstrakt düşünmək, məntiqli nəticə çıxartmaq, mürəkkəb problemləri həll etmək qabiliyyətləridir. Və bu intellekt növünə malik insanlar səbəb-nəticə əlaqələrini tez tapır, təsnifat aparır, sınaqlardır, eksperimentlər keçirməyi sevirlər. Eyni zamanda məlumatları təhlil etməkdir, qruplaşdırmaqdır, problemi məntiqi ardıcıllıqla həlli yollarını tapmaqdır. Məntiqi riyazi intellektə malik olan uşaqlar sayma oyunları olsun, məntiqi tapmacalara maraq göstərir, əşyaların ölçüsünə, sayına görə qruplaşdırmalar olsun. Məsələn, nümunə olaraq qeyd eləsək, burada olan uşaqlar belə deyək, kubikləri sayır. Onları belə deyək, böyükdən kiçiyə doğru düzür. Tapşırıqları məntiqi şəkildə həll edir. Bu, məntiqi riyazi intellektə malik olan uşaqlardır. Məkan vizual intellekt. Bu intellektə malik uşaqlar şəkilləri, rəngləri, formaları qavramaq, məkan münasibətlərini anlamaq,
bacarığı daha yüksək olur. Və bu intellektə malik insanlar təsviri düşüncəyə malik olurlar, vizual materiallarla işləməyi sevirlər. Yəni əsas açar sözlərimiz rəng, forma, şəkil, məkan, dizayn qurma bacarıqları. Yəni belə uşaqlar rəsm çəkməyi, mozaikalar və yaxud da Lego ilə qurmağı, şəkillərlə işləməyi çox sevirlər. Məsələn, nümunə olaraq qeyd eləsək, uşaqlar Lego və yaxud da konstruktiv oyuncaqlarla ev olsun, körpü olsun, digər qurğuları məsələn düzəldir. Bu bizim məkan, vizual intellektə malik olan uşaqlardır. Şəkillərdir, diaqramlardır, xəritələr vasitəsilə məlumatı daha yaxşı qavrayırlar. Obrazları düşünmə olsun və bu intellekt növünə sahib insanlar az öncə də qeyd elədiyimiz kimi xəyallarında rəsmlər yaratmaqda daha yüksək bacarıqlar nümayiş etdirirlər. Daha sonra xəritələri oxumaq olsun, yol tapmaqdır, məkan təşkilatçılığı daha yüksək olur. Məkan, vizual intellektə malik olan insanlar. Bədən kinestetik intellekt. Bədən kinestetik intellekt bədən hərəkətlərini koordinasiya etməkdir və fiziki fəaliyyətlər vasitəsilə özünü ifadə etmək bacarığıdır və bu intellektə malik insanlar idmandır, rəqsdir, praktik fəaliyyətlərdə daha uğurlu olurlar. Burada əsas açar sözlərimiz hərəkətdir, koordinasiyadır, idmandır, rəqsdir, bədən idarəsidir, fəaliyyətdir. Belə uşaqlar hərəkətli oyunlara maraq göstərirlər, suyetti rollu oyunlar, onları qeyd edək və öyrənərkən fiziki fəaliyyətlərdə daha yaxşı nəticə əldə edirlər. Uşaq, məsələn, nümunə çəkək, idman oyunlarında fəal iştirak edir. Suyetti rollu oyunlarda, məsələn, səhnələşdirmə olsun, rollarda müəyyən çıxış edir. Bu, bədən kinestetik intellektə malikdir. Yəni, qeyd elədiyimiz kimi, uşaqlar yaxşı müvazinat hisslərinə malikdir. Fikirlərini, hisslərini ifadə etmək üçün bütün o bədən üzvlərindən istifadə edirlər. Musiqi, ritmik intellekt və musiqi ritmik intellektdə melodiyanın, səsləri qavrama bacarığıdır və bu intellektə malik insanlar musiqiyə qarşı həssas olurlar. Ritmə uyğun hərəkət edirlər. Ritmdir, səsdir, melodiyadır, mahnıdır, musiqi alətlərindir, ifadə. Bunlar hamısı musiqi ritmik intellektə malikdir. Belə uşaqlar mahnıları tez yadda saxlayır, musiqi fəaliyyətlərdə aktiv olurlar. Məsələn, nümunə olaraq uşaq mahnını məsələn tez əzbərləyir, ritmə uyğun əl çalır. Belə uşaqlar az öncə də qeyd elədiyimiz kimi ritm tutmağı bilirlər, səsləri bir-birindən ayıra bilirlər, musiqini sevirlər, xoşlayırlar, dinləməni olsun. Şəxslər arası intellekt isə burada olan demək insanlar ünsiyyətdə aktiv olur. Komanda ilə işləməyi sevirlər. Ünsiyyətdir, empatiyadır, əməkdaşlıqdır, liderlikdir, qrup işidir. Şəxslər arası intellektdə üstün olur. Belə uşaqlar dostları ilə tez-tez ünsiyyət qurur, qrup fəaliyyətlərinə fəal iştirak edirlər. Məsələn, nümunə olaraq qeyd edəsək, uşaq məsələn oyunda dostlarını təşkil edir, qrup oyunlarında lider rolunu oynayır və şəxslər arası intellekt başqalarının hisslərini, düşüncələrini, davranışlarını anlama bacarığıdır daha çox. Və qeyd edim ki, şəxslər arası intellektin yaxşı inkişaf etdiyi uşaqlarda bir-iki oyunlarda özlərini belə böyük kimi hiss edirlər. Tez-tez təşəbbüskar rolunda çıxış edirlər. Yaranan münaqişələr düzəldə və ya mövcud olanları həll edə bilirlər. Daha sonra onlar danışıqlar aparmağı, başqalarını idarə etməyi, hədəflərdə çatmaq üçün qarşıdakı belə deyək də qarşısındakı insanlara motivasiya etməyi bacarırlar. Şəxslərarası intellekt insanların ruh halını, istəklərini təyin etmək qabiliyyətini verir. Belə uşaqlar komanda ilə çalışmaqdan zövq alırlar. Ona görə də qrupla və ya cütlərlə iş onlar üçün öyrənmənin ən yaxşı yoludur. Fərd daxili intellekt. Bu intellekt növü güclü inkişaf etmiş uşaqlar tək işləməyi sevirlər və bu xüsusiyyət bəzən onları insanlarla ünsiyyətdən kənarlaşdırır. Burada əsas açar sözümüz bu intellektə malik olan uşaqlar öz hisslərini, düşüncələrini tanımaq, dərk etmək bacarığı yüksək olur və bu intellekt
özünü dərk etmə, özünü qiymətləndirmə ilə bağlıdır. Belə uşaqlar öz hisslərini ifadə edə bilir, tək fəaliyyətləri sevir. Məsələn, uşaq, belə deyək də, müəlliməm, mən bu oyunu daha çox sevirəm və ya mən indi biraz sakit qalmaq istəyirəm deyə bilər. Çünki fərd, az öncə qeyd etdiyimiz kimi, fərd daxili intellektdə olan uşaqlar tək fəaliyyətlərdə daha çox özlərini tapırlar. Daha çox, belə deyək də, təklikdə qalmaq istəyirlər, özləri ilə məsələn danışmaq istəyirlər və fərd-daxili intellektin güclü inkişaf etdiyi uşaqlar öz üstün və mənfi cəhətlərini, əhval-ruhiyyələrini, emosiyalarını, istəklərini obyektiv şəkildə qiymətləndirirlər və onlar özünün nizamlama və özünü qiymətləndirmə qabiliyyətləri ilə seçilirlər. Bu intellekt növünün mərkəzində özünü kənardan baxa bilmək, öz həyatı barədə düşünə bilmək imkanı daha çox fərdi refleksiya bacarıqları durur. Başqa sözlə desək, fərd-daxili intellektə malik olan uşaqlar asosial olurlar, yəni özlərinə qapalı olurlar. Keçək naturalist intellektə. Naturalist intellekt adından da göründüyü kimi canlıları, bitkiləri, ətraf mühiti tanımaq, onlara maraq göstərmək bacarığıdır. Təbiətdə, heyvanlarda, bitkiləri müşahidə etmək, ətraf mühiti öyrənmək. Belə uşaqlar təbiətdə gəzməyi, heyvanlarla və yaxud da bitkiləri müşahidə etməyi sevirlər. Məsələn, uşaq bağçada çiçəklərə su verir, heyvanlar, belə deyək də, haqqında maraqlanır, heyvanların qayğısına qalır. Bunlar aiddir bizim naturalist intellektə. Başqa sözlə desək, müxtəlif flora və fauna növlərini tanımaqdır, təsnif etməkdir, təbiətdəki digər obyektləri müəyyənləşdirməkdir, kateqoriyalara bölməkdir, müxtəlif təbiət hadisələrini anlamaqdır, dəyərləndirmək bacarıqlarıdır. Hər biri naturalist intellektə aiddir. Naturalist intellektə malik uşaqlar yürüşü, belə deyək, getməyi, dağlara çıxmağı, bağda işləməyi sevirlər. Onlar uşaqlıqdan ekologiya olsun, heyvanlardır, bitkilər aləminə maraqlanırlar. Və bu uşaqlar üçün təlim prosesinin qapalı şəraitdə deyil də, mümkün qədər tez-tez açıq bir məkanda baş tutması çox vacibdir. Yəni əsas açar sözümüz bitkilərin inkişafıdır, heyvanlara qulluqdur, onlara qayğı göstərməkdir, müşahidə etməkdir və bu dediklərimdən böyük zövq almaqdır və bunları öyrənməkdir. Söhbət naturalist intellektdən gedirdi. Beləliklə, çoxşaxəli intellekt nəzəriyyəsi müəllimlərə uşaqları daha yaxşı tanımaq, onların güclü tərəflərini üzə çıxarmaq və hər bir uşağın potensialını inkişaf etdirmək üçün mühüm metodiki əsas yaradır. Bu qədər əziz müəllimlər, mövzumuzun izahı bu qədər. Növbəti izahlarda görüşənə qədər. Uğurlar hər birinizə.